Salam gənclər, hər vaxtınız xeyir. Bu videoda sizinlə qruplara göndərdiyim fiqur əlaqələrinə aid 21 sualdan ibarət olan və nisbətən çətin və fərqli tipli həlləri olan sualların izahlarına baxacağıq. Vaxt itirmədən keçək sualların izahına. Birinci sualda ədədlərdən gördüyünüz qədərinə qüvvətlərlə bağlı sual nümunəsi idi. Bəs sualın həlli qaydası nədir? Ədədin üzərinə kvadratın gəldikdən tapdıqdan sonra üzərinə 1 gəlir. Yəni belə deyə bilərik ki, a kvadratı plus 1. Çünki əvvəlcə fikir versəz, 1-in kvadratı 1 edir, üzərinə 1 gəldikdə 2 alınacaq. Daha sonra burada 2-nin kvadratı olacaq 4 plus 1 5 eləyəcək. Bəs 5-dən sual işarəsi necə alınacaq? Sual işarəsi bərabər olmalıdır. 5-in kvadratı 25 üzərinə 1. Bu da olacaq 26. Hansı ki 26-nı buraya yazsaq, daha sonra 26-nın kvadratı 676 edir və 676 plus 1 də 677 ödənəcək. Deməli, hər bir növbəti addımı tapmaq üçün ədədin kvadratının üzərinə 1 gəlmək lazımdır. Və sualın da düzgün cavabı oldu 26 Y variantı. Növbəti ikinci suala baxaq. İkinci sual biraz fərqli və Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura imtahanında çox istifadə olunan sual nümunələrindən biridir. Bəs burada nə qeyd olunub? Əvvəlcə gəlin sualın şərtini oxuyaq, sonra həll edərik. Deməli, burada qeyd olunub ki, 7 üçbucağı fırlatmamaq şərti ilə, yəni hamısını necə götürmüşük, həmin formada qoymaq lazımdır. Verilmiş şəkildəki formada elə yığın ki, qonşu üçbucağın ümumi təpə nöqtələri ətrafındakı ədədlər eyni olsun. Daha sonra bizdən ABC-ni soruşur, ona gələrək. Məsələn, nə etmək lazımdır? Biz bunları götürüb bura yığmalıyıq, hər bir üçbucağı burada qeyd etməliyik və nəzərə almalıyıq ki, ortaq təpə nöqtələrinin ədədlər eyni olmalıdır. Məsələn, tutaq ki, əgər bura 3-dürsə, bu da 3 olmalıdır, bu da 3 olmalıdır, bu da 3 olmalıdır, bu da 3 olmalıdır. Hər biri 3-ə bərabər olmalıdır. Həmçinin digərləri 1, 2-dirsə, digərləri hamısı da 2 olmalıdır. Bəs burada necə həll edə bilərik? Düzdür, bu sualda sadə nümunədir, burada şifahi də görmək olur. Amma məndən sizə bir məsləhət, bu suallara Dövlət İmtahan Mərkəzi çox istifadə edir. Şəkillər dəyişə bilər, üçbucaqların sayı forması dəyişə bilər. Ona görə də belə ümumi hal deyək ki, ən rahat bunları həll etmək üçün özünüzdən 3 dənə hərf götürün, hansısa bir hərf olsun. Sadəcə buradakı ABCD olmasın, çünki üstə türlə siz çaşdıra bilər. Məsələn, olsun 3 dənə hərfimiz X, Y və Z. Tutaq ki, bu ədədləri X, Y, Z-dən kodlamışıq biz, şifrələmişik. Bunları aparaq orada üçbucaqda qeyd eləyək, görək hansı rəqəmdən hansı hərf üstə düşəcək. Bəs hansı formada yazırıq? Uşaqlar, özünüzə bir mərkəz seçirsiniz. Ən çox harda qonşu xanalar varsa orada. Məsələn, burada ola bilər, bu hissəni seçə bilərsiniz və ya bu hissəni seçə bilərsiniz. İkisindən biri hansı rahatdır? Daha çox mərkəz olan, daha çox xana olan bu sağdakıdır. Yəni sağdakından başlayaq, yəni buradan. Və o seçdiyiniz hərflərdən hansısa birini burada qeyd edin. Fərqi yoxdur, orada X-dir, Y-dir, Z-dir. Məsələn, mən X-i qeyd edirəm. Tutaq ki, bizim burada bunlar X-dir, bütün qonşular. Onsa biz şərti seçmişik də, fərqi yoxdur, X yoxsa Y, hansı olursa olsun. Bu X olacaq, bu da X, bu da X. Çünki orada deyirdi ki, bütün qonşu xanalarda eyni rəqəmlər olsun. Yaxşı, bunu bildik. Hər hansısa birini mən doldurdum mərkəzdə, yəni çox olan yerlərdən biri. Sonra isə hansısa bir üçbucağı seçin, fərqi yoxdur, hansı olursa olsun. Yəni bu 5 üçbucaqdan hər hansısa birinə baxa bilərsiniz. İndi hansı sizə rahat edir, oradan başlayın. Məsələn, mən elə A olandan başlayıram. Və orada özünüzdən o qalan hərfi də özünüzdən necə rahatdırsa, necə qoymaq istəyirsə yazın geçsin. Məsələn, nə edirəm mən burada? Sol tərəfə yazıram Z-i, yuxarı yazıram Y-i. Yəni, bunları istədiyiniz kimi yaza bilərsiniz. Amma bundan sonrasın artıq qonşu xanlara fikir verməlisiniz. Gəlin, bunları eyni rəngdə yazaq ki, birbirine qarışmasın. Dedik ki, biz sol tərəfə yazırıq Z-i, yuxarıda Y-i. Bura oldu, tutaq ki, Z, yuxarıda da Y. Gəlin, dolduraq. Əgər bu Y-dirsə, qonşusu Y olmalıdır və həmçinin burada Y olmalıdır. Bu Z-dirsə, bunun da qonşuları burada Z və burada Z olmalıdır. İndi baxırıq ki, soldakı üçbucaqda Z var, Y var, S-in üstünə X yoxdur, X düşməlidir. Sonra bu tərəfə gəlsək, bu üçbucaqda Y var, X var, yuxarıda Z olmalıdır. Bu Z-dirsə, bunun qonşusu Z-dir. Z var, X var, o zaman sağ güncə oldu Y. Aşağıya doğru düşsək, B-nin yerində bu üçbucaqda Z var, X var, bu üçbucağın Y çatmır. O zaman sağ tərəfdə Y, sol tərəfdə Y. Və Z, Y sol küncə X olmalıdır, X, Y D-nin yerində isə Z olmalıdır. Bəs bu bizim harada işimizə yarayır? Çünki artıq mən bunları düzməyə ehtiyac görməyəcəm. Əvvəlcə nə edirsiniz? Bunu yazandan sonra baxırsınız üçbucaqlara ki, mən nəyi tapa bilərəm? Eyni üçbucaqlara baxmaq lazımdır. Məsələn, yuxarı olanlara 1, aşağı olanlara 1, bəzən sağa baxan üçbucaqlar, sola baxan üçbucaqlar. Yəni, forması eyni üçbucaqlara baxırıq ki, eyni yerdə hansı eyni rəqəmlər var və ya fərqli nəyi tapa bilərik, yəni qısacası. Eyni şifrələr kimi. Məsələn, necə ki, şifrələrdə birinci sütuna, ikinci sütuna falan baxırdıq. Burada da məsələn, eyni şəkillərdə sol tərəfə, yuxarı və ya aşağı baxırıq ki, nəyi tapa bilərəm, hansı eyni rəqəmlər var. Məsələn, aşağıdakı üçbucaqda heç neyini yoxdur. Hər yerdə, hər rəqəmdən bir dənədir. Bir şey tapmaq çətindir, amma yuxarıdakı üçbucağa baxsaz, bu üçbucaqlarda
İkisinin yuxarı tərəfi eynidir. Fikir verin, burada da 1 var. Burada da 1 var. Düzdür, digər ikisi fərqlidir, 2 və 3-dür. Amma tapa bilərik ki, görəsən bu birlər hansıdır. Gəlin bu üçbucaqların yerinə baxaq. Bunlar üz yuxarıda döndərməkdə olmaz. Onda bunlardan biri bura düşəcək. Daha sonra biri bura düşəcək. Biri bura düşəcək və biri də sol tərəfə. Və mən bunların yerinə baxıram ki, bunların yerində 2 ilə hərf olmalıdır ki, onlar eyni olsun. Çünki nəzər yetirilirsə, bizdə 2 dənə 1 var idi. Bu birlərin o zaman qarşılığı da eyni olmalıdır. Və hərflərə baxsam yuxarıda, burada Z var. Daha sonra burada Y var. Burada X var. Burada da Z var. Avtomatik bildim ki, məndə 2 dənə Z varsa, bu 2 dənə Z'lər hansılardır? Z'lər olacaq 1. Yəni Z bərabərdir 1-ə. Artıq o bir hərfləri tapmaq rahatdır. Məsələn, üçbucağını yeniləşdirin. Elə bu üçbucağa baxaq. Bu üçbucağın sağ tərəfində nə var? Y. Bəs orada bizdə sağda nə idi? 3. Deməli, bura oldu Y. Sol tərəfində nə var bəs? X. Burada solda nə var? X. Bərabərdir 2. İndi bu üçbucağın hər ikisini də tapa bildim rahat. Ola bilər ki, burada solda və sağda fərqli rəqəmlər olsun. Məsələn, burada 3, burada 2 olsaydı, artıq gərək baxardınız ki, məndə məsələn 2 dənə 3 olan var, buradan tapa bilərəm. 3-lər buradadır və ya sağda 2 olan var, hardan tapa bilərəm. İndi bunların hər ikisinin sol və sağ tərəfləri eyni idi. Rahat tapa bildik ki, sol tərəfləri x-lar 2-dir, sağ tərəfləri y-lər 3-dür. Artıq mən bütün hərfləri tapmama ehtiyac qalmadı. Çünki mən bildim, harada x gördümsə 2-yə bərabər olmalıdır, y gördümsə 3-ə bərabər olmalıdır. Və sualın şərtində deyirdi ki, A, B, C, D-ni hərflərin ardıcılığının rəqəmlərin ardıcılığına düzün. Gəlin yazdım burada. A, B, C, D. İndi görək hansı hərfə, hansı rəqəm uyğun gəlir. Əgər fikir versəz, A-nın üzərinə Z düşür və Z də bizdə tapdıq ki, 1-ə bərabərdir. A oldu 1. B baxsaz buradadır, Y düşüb üzərinə və Y-imizdə 3-dür. C isə sol tərəfdədir, X düşüb üzərinə orada 2-dir. Və D-yə gəlsək, D də buradadır, Z düşüb üzərinə o da 1-dir. Deməli olmalıdır 1, 3, 2, 1, 1, 3, 2, 1, o da olacaq hansı? B variantı. Deməli bizdə ikinci sualda düzgün cavab variantı oldu B. Növbəti üçüncü suala baxaq. Üçüncü sualda bəs nə qeyd olunub? Fikir versəz sizdə burada 2, 1, 3 kiçik ədədlər yazılıb, rəqəmlər yazılıb. Bəs bunlar hardan çıxır? Belə suallarda əgər ümumi bir qayda tapmadınız, ədədlər çox böyükdür və verilən cavablar çox kiçikdirsə, qüvvət falan yoxsa onlara rəqəm kimi baxın. Yəni rəqəm kimi bunlarda nə yaza bilər? Birincidə 2, ikincidə 1, üçüncüdə 3. Bu uşaqlar burada 4-lərin sayı yazılıb. Yəni verilmiş o saylar, ədədlər. Verilmiş ədəddəki 4 rəqəmlərinin sayıdır. Məsələn, baxın burada 2 dənə 4 rəqəmi var. Burada 1 dənə 4 rəqəmi var. Burada 1, 2, 3 dənə 4 rəqəmi var. Burada heç yoxdur. 0 dənə olacaq. 0 ədəd. Ola bilər ki, məsələn, burada 4-lərin sayını yazır, başqa solda 3-lərin sayını yazar, 5-lərin sayını yazar. Yeni bir rəqəm yazır ki, orada say təkrarlansın və rahat tapa biləsiniz onu. Məsələn, hamısı 0 verilməzdə, çoxunda mənasız olardı. Baxırsınız ki, burada ən çox 4-dür, deməli 4-lərin sayı ola bilərdi. Və verilən ədəddə bizdə 4 olmadığına görə cavabımız olacaq 0. Yəni A variantı. Növbəti 4-cü sual biraz fərqli piramidadır. Normalda piramidalarda əgər yuxarıya doğru yığılırsa, biz aşağıdakı 2 figurdan yuxarıdakını almağa çalışırıq. Yəni, məsələn, tutaq ki, burada 5 və 2-dən 3 almağa çalışırıq ki, görəsən necə alına bilər və ya ümumi sətr üstün üzrə baxırıq. Ya burada 2-nin üstünə 5 almağa çalışırıq. Sadəcə bu sualda isə qaydası belə deyil. Düzdür, yenə aşağıdakı ikisini yuxarıdakını götürür, sadəcə burada bir-birini almır. 3-ün 1-də götürür. Məsələn, siz bu 5, 2, 3-ə 3-ünə 1-də baxsaz və ya başqa bir üçlüyə baxaq. Məsələn, tutaq ki, 2, 6-dan 2 almalıydınız da, bunları 1-də götürürsəz və ya burada 2, 3-dən 5. Nə baş verib bəs burada? Bunların hər bir üçlünün cəmi ona bərabərdir. Yəni, aşağıdakı ikisi və normalda ondan alınmalı olan ədədin cəmi ona bərabərdir. Cəmləri 10 olmalıdır. Yoxlasız hamısı düzəlir. Baxın, 6, 3, 1, burada 10 eləyir, burada 10 eləyir, hər biri 10 eləyir. O zaman gəldik bura, bu üçünün cəmi ona bərabər olmalıdır. Bu cəmi 10 eləmək üçün cəm bərabərdir ona. O zaman sual şərimiz neçədir? Bərabər olmalıdır 0. Çünki 0 yazsaq, 0, 5, 5, hər üçünün cəmi ona bərabər olacaq. Növbəti 5-ci sual nisbətən rahat suallardan biri idi. Yəqin ki, əksəriyyətimiz tapmışıq. Bəs nə baş verib burada? Burada bir dəfə verilmiş ədədin rəqəmlərinin cəmi, bir dəfə isə hasili qeyd olunub. Daha doğrusu, üzr olsun, hər ikisində cəmi qeyd olunub. Deməli, 1 plus 6 burada olacaq 7, 6 üstə 3 olacaq 9, 4 üstə 1, 5, 2 üstə 7 olacaq 9, 1 üstə 2 olacaq 3, 4 üstə 4 olacaq 8. Yəni, olmalıdır sual şərəsi 38. Sizi biraz nə çaşdıra bilər? O, əks istiqamətdə qoyulub. Yəni, hamı baxır ki, mən necə 79-dan bunları almağa çalışım, amma qayda elə deyildi. Və birincidə toplayanda alınır, o birlər təbii ki, alınmayacaq. Qaydası sağdakılardan soldakı dairəni almaq idi və düzgün cavabımız olacaq 38 C variantı.
Növbəti 6-cı sualda isə verilmiş dairədəki ədədlərin rəqəmləri fərqi sıra ilə artırdı. Yəni rəqəmləri fərqini yoxlasaq, burada 7 minus 7 bu olacaq 0. Daha sonra burada 9 çıxılsın 8 1, 5 çıxılsın 3 2, 8 çıx 5 3, burada 4 var. Daha sonra burada 5, burada 6. O zaman bizdə rəqəmləri fərqi 7-yə bərabər olmalıdır. 9-dan nəyə çıxdı? 7 eləyir 2-ni. Deməli düzgün cavabımız olmalıdır 2. O da C variantındadır. Növbəti 7-ci suala gəldik. Bu sualların həllini bir çoxlarınız qarışdırır. Yəni çünki həllin bir hissəsində tapılma qaydaları asan olur. Sadəcə həlləri biraz qarışıqdır. Bəs necə baxmalısınız bu suallara? Həmişə burada sağda, solda, yuxarıda, yəni bir sözlə kənarda verilənlər sizə verilən onları tapmağa ehtiyac yoxdur. Əsas məsələ biz mərkəzdəkilər tapmalıyıq. Yəni bu kənardakılar verilmiş koordinatlardır. Bunlar verilənlərdir. Bizim bunların işimiz yoxdur. Bunları bir tapmaq kimi qaydamız da yoxdur. Bunların hamısından biz ortadakıları tapmaq üçün istifadə etməliyik. Bəs ortadakılara baxsaq, bunlar necə alınır? Həmişə bu suallarda sizə verilmiş fiqurdakı üçbucaqların katetdən, yəni düz tərəflərinə baxmalısınız ki, həmin tərəflərə baxan ədədlərdən alınmalıdır. Məsələn, 19-a fikir versəz, 19-un düz tərəfə baxın, söhbət bunlardan gedir, düz tərəflərdən. 19-un düz tərəflərindən biri 11-ə baxır, baxın, bir tərəfi 11-ə baxır, katetinin biri 11-ə, digər katet isə 8. Yəni 19, 11 və 8-dən alınmalıdır. Və ya digərlərinə baxsaq, məsələn, baxıram 18-ə. 18-in düz tərəfləri, katetləri, bir tərəfi 7-yə baxır, bir tərəfi isə 11-ə baxır. Yəni bunlardan alınmalıdır. Və ya 13-ə baxsaq, 13 bir tərəfə baxır burada 4-ə, digər tərəfi isə baxır 9-a. Bəs bunlarda necə alına bilər? Təbii ki, hər birimiz gördük, bunların cəminə bərabərdir. Düzdür, başqa sualda vurması, bölməsi, nə bilim, fərqi filan da ola bilər. Bölmə və fərq olsa böyükdən kiçik çıxır. Yəni mövqe fərqi olmadığına görə hansı böyüksə böyükdən kiçik çıxılır. Amma vurma və toplamada zaten sadəcə vururuq və ya toplayırıq. Gəlin bizdən soruşanları tapaq, görə bizə nəyi soruşurdu? A-nı soruşur. A-nın katetlərinə baxsaq, A-nın bir kateti 12-yə sökənib, bir kateti isə 3-ə. 12 söç olacaq 15. Daha sonra B-yə baxsaq, B-nin bir tərəfi 8-də, bir tərəfi isə 6-da. Topladıqları oldu 14. C-yə gəldik, C-nin bir tərəfi, bir kateti 1-ə baxır, digər kateti isə 6-ya baxır. Bunları topladıq, bu da oldu 7. Nəyə soruşur bəs bizdən? A üstə C çıx B. A deməli 15-dir, C 7-dir, B də 14-dür. 22-dən 14 çıxanda olacaq 8. 8 olacaq C variantı. Deməli, bu bizdə neçənci 7-ci sual idi. Baxaq 8-ci suala. Bu tipli suallarda isə verilmiş fiqurların tərəflərindən mütləq formada istifadə etmək lazımdır. Həmin tərəflər uyğun olaraq toplaya bilər, vurar, bölər, çıxar, amma həmişə tərəflərdən istifadə edilir. Mən də baxıram ki, məndə nəticədəki fiqur 3 bucaqlıdır. Sonra 5 bucaqlı var. Sonra dairə var. Dairənin tərəfini bilmirəm. 6 bucaqlı var. Yenə dairə var və yenə 4 bucaqlı var. Qaydaya baxsaz bəs 1, 3, 5, 3, 5-dən 15 və s. Deməli, burada ədədi tərəfə vurub. Ədəd vurulsun tərəf. Lakin dairədə başqa qaydadır. Dairəyə gələrik, tərəf. Ədədlərə baxsaq 1, 3-ə vurduq. 3, 3-ü 5-ə vurduq. 15, 15-dən 7-dən 15 alıb. Dairənin tərəfi olmadığına görə, yəni adətən biz onun tərəfini bir götürürük. Amma belə suallarda dairənin özünə məxsus qaydası ola bilər. Çünki dairənin zaten tərəfini saya bilmirik biz. Bəs dairədə nə iş görüb? Dairədə isə 2-yə bölüb. Dairə də böl 2 deməkdir. Böl 2. 15-i 2-yə bölü 7 onda 5. İndi 7 onda 5-i ətrafında, fiqurun ətrafındakilərin sayını 6-ya vursaz, tərəflərinə vursaz 45 olacaq. Gəldi yenə dairəyə. Dairə isə 2-yə bölmədir. 45-i 2-yə bölsəz olacaq 22 onda 5. Hansı ki 22 onda 5-dir. Düz bucağın tərəflərinin sayını 4-ə vursaz 90 alınacaq. Deməli, burada 22 onda 5 olmalıdır. O da hansı ki B variantındadır. Yəni bu sualda bütün tərəflərə vurur, sadəcə dairədə isə 2-yə bölür. Növbəti 9-cu sual bir çoxlarınızı yəqin ki, heç qarışıq gəlib baxmamısınız, əslində çox sadə sual idi. Kənar hissəyə baxsaq, orada 2 ardıcıllıqdır. Hansı ki biri adi silsilə formasında gedir. Baxın, burada 1 var. Daha sonra burada 2 var, burada 4 var, burada 7, 11, 16. Daha sonra C 29, 37, 46, nə bilim 56, 67, 79 deyə gedir. Bəs bunlarda nə baş verib? Əgər fikir versəz, 1-dən 2-yə əvvəlcə 1 artıb, 2-dən 4-ə 2 artıb, buradan bura 2 artıb, 4-dən 7-yə buradan bura 3 artıb, 7-dən 11-ə 4 artıb, 11-dən 16-ya 5 artıb. Bu 1, 2, 3, 4, 5 artıbsa, sonra isə 6 artacaq. Və C-də niyə bərabər olacaq? C-dən və 16-da 16 üstə 6 olacaq 22. Deməli, bura 22-dir. Sonraki 29, 37, 46, 56 və s. belə gedib. Yəni 7 artıb, 8 artıb, 9 artıb və s.
Bəs bunun digəri nə idi? Ona baxaq. Düz bizə lazımdır amma yenə də. Bax, siz əvvəldə 10-dan başladı. 12 oldu, 16 oldu, 24 oldu. 26, 30, 38, 40, 44, 52, 54, 58 və s. gedib. Sonraki da 66, 68-dir. Əvvəlcə 2 artır orada artım belədir. 10-dan ortaya 12-yə baxsınız 2 artıb. 12-dən 16-ya 4 artıb və 16-dan 24-ə 8 artıb. Sonra yenə təkrar başlayır yeni şeylər. Baxın, bu da təkrar ardıcıllıqdır. 10-dan 12-yə 2 artdı, 12-dən 16-ya 4 artdı, 16-dan 24-ə 8 artdı. Yenə başlayıb buradan bura 2 artdı, buradan bura 4, buradan bura 8. Yenə 2, 4, 8 bu qaydada gedib. Əvvəlcə 2 artır, sonra 4, sonra 8. Bəs içəridə? İçəridə bu B-nin tapılması çox rahatdır. Çünki silsilə formasında bunların hər birini 2-yə vurub. Baxın, 1, 2, 4, 8, 16 nəsə yoxdur, 64, 128. Onda o nəsə təbii ki nə olacaq? O nəsə olmalıdır? 32. Çünki hamısını 2-yə vurub. Deməli, biz tapdıq C-ni və B-də olmalıdır 32. Bunu da bildik. O ki qaldı A-ya. Biraz A-nın tapılması çətin ola bilərdi. Bunları buradan silək, A-ya baxaq. A-da bəs nə baş verib? A-da mərkəzli olduğu üçün nə edir orada? A-nın mərkəzdəki 5-in və A-nın ətrafında olan ədədin, məsələn 64-ü toplayıb 3-ə böldükdə alınmalıdır. Niyə bəs bu belə olur? Çünki bu verilənlərə baxsaq. Bura 7-dir, alınıb. Burada nə var? 16 və 5. 16 ilə 5-i toplasınız, 3-ə bölsünüz 7 eləyəcək. Qayda budur. A plus B bölü 3. Hansı ki 16 üstə 5 bölü 3 eləsi 7. Və ya digər tərəfdən, başqa bir tərəfinə baxsaq. Baxırıq bura ki, burada deməli bizdə nə var? Digər iki tərəfin hər birində bizə bunlar lazım olacaq. Lazım olan bir tərəfə, məsələn 3-ə baxaq. 3-ə fikir verirsəz 3. 5 üstə 4 bölünsün 3. Elə 3-ə bərabərdir. Və ya 2-yə baxsaz. 5 ilə 1-i topladınız 6, 3-ə böləndə 2 eləyəcək. İndi nəhayət biz A-nı tapmaq üçün nə etməliyik? Deməli, dedik ki, burada olacaq 64 və 5-in 3-ə toplayıb 3-ə bölməliyik, o da olacaq 64 plus 5 bölünsün 3. Bu da olacaq 23. Cavablara baxaq, görə bizə nəyi soruşur? A üstə C minus B-ni soruşurmuş. Deməli olacaq belə. 22, 23 plus 22 minus 32. Bunu hesabladıq, olacaq 45 çıxılsın 32, yəni 13. 13 də olacaq C variantında. Növbətdə 10-cu suala baxırıq. Burada isə qarşılıqlı hər hansısa bir qayda görünmədiyinə görə çox güman ki, fiqura ədədlərinin ümumi cəmləri olacaq. Gəlin baxaq görə burada cəmlər niyə bərabərdir? Birinci fiqurdakı cəmləri hesablasaq 5 plus 3 plus 5 bunların hamısını toplamaq lazımdır. Toplayaq bircə saniyə. Deməli 17, 17, 25, 30, 13 buradan 43, bu da 7. Əgər səhv tapmadıqsa burada 50 olmalıdır. İkinci fiqura baxaq. Bunları toplasaq 15, bu da 20. 35, 15 buradan 50 və 10 da buradan olacaq 60. Üçüncü fiqura baxaq, bəs görək burada neçə ola bilər? Burada cəmləri toplasaq, deməli 4, 14, 20. 18, bu da 20, 38, 5 buradan var 43. Daha sonra 17 buradan, bu olacaq 60, 10 da buradan, bu da olacaq 70. Ümumiyyətlə uşaqlar, bu tip suallarda sıxıntı var. Çünki əgər fiqur 3 dənəsə orada müəyyən ardıcıllıq qurmaq olmaz. Düzdür, bunun cəmi 70-dir. Yəqin ki, buradan 10 artıb, növbəti mərhələdə 20 artacaq. Amma bu biraz müəmmalı sualdır. 20 artacaqsa 10 olmalıdır və ya heç artmayacaq 10 artıbsa 0 olmalıdır. 10 30 da arta bilər. Yəni burada düzgün cavabı 0-da götürə bilərsiniz, 20-də götürə bilərsiniz, 30-da götürə bilərsiniz. Bunların hər biri mümkün versiyalardır. Çünki tamam birinci oldu 50, ikinci də oldu 60. Üçüncüyə gəldikdə isə bu 70 olar 10 artar, nə bilim 80 olar 10 20 artar, 90 olar 10 30 artar, nə bilim hər biri ola bilər. Ona görə də bu tip suallar, əgər fiqurun sayı 3-dən azsa cəmlər dəyişməməlidir. Dəyişibsə sualda sıxıntı var. Yəni bu sual dediyim kimi hər birini düz götürə bilərsiniz, amma yəqin ki məntiqli olan burada 0 olacaq ki, hər biri 10 artsın. Növbəti 11-ci suala baxaq. 11-ci sual isə 2018-ci ilin qəbul sualıdır. Bəs burada nə baş verir? Bu sualda fikir versəz mərkəzdə 48 var, ən ortada. Bəs daha sonra nə alınıb? Burada isə digərlərin hasilidir. Əgər siz bu oxları vursaz, 4-ü 6-ya vursaz neçə olacaq? 24. Baxın, burada 4 var, burada 6. Bir-birinə vurduq, o da 24. Ondan kənardakı bunu vursaz, 4-ü vurduqca, buranda neçə eləyir? 12. Bir kənardakı, burada fikir versiniz 2 var, burada bunları vurdunuz, neçə oldu? 6. Baxın, mərkəzdən kənara getdiyi üçün 2-yə bölünərək gedir. 48 idi, daha sonra 24,
sonra 12, sonra 16. Deməli, ən kənarda hasil 3-ə bərabər olmalıdır. 1 varsız, amma sol tərəfdə nə olacaq? 3 olacaq ki, 3-ü 1-ə vuraq, elə 3 eləsin. Deməli, cavabımız olacaq Y variantı. Növbəti baxaq bu fiqura. Bu fiqurlarda isə biz həmişə eyni fiqurlara bir formada baxıb ardıcıllıq formasına salmalıyıq. Məsələn, dairələrə baxsaq, dairələr burada 1, 3, 5, 9 deyə gedir və gördüyümüz kimi hamısı təklərdir, 2, 2 artır. 5 ilə 9-un arasındakı tərəf 7 olmalıdır ki, həm 2, 2 artsın, həm də tək ədədlər ardıcılığı ödənsin. İndi isə kvadrata nəzər yetirirsək, kvadratda bəsinə baş verib, deməli burada 1 var, 4 var, 9, 16, daha sonra 25 və kvadrat. Bu isə kvadratlar elə bildiyimiz kvadratların sırasıdır və ya 1, 3, 5, 7 deyə artıb. Kvadratlar daha rahatdır. 1-in kvadratı 1, 2-nin kvadratı 4, 3-də 9, 4-də 16, 25. Növbəti 6-nın kvadratı da olmalıdır 36. Əslində bizdən A ilə B-ni soruşur, hər birini tapdıq. 736 olmalıdır. Burada 43 A variantı. Amma hər ehtimala qarşı bəlkə 3 bucaqlar lazım oldu. 3 bucaqlara baxsaq, burada 3 bucaqlarda nəzər yetirilsə olacaq belə. 0, 9, 18, 27, 36. Bunlarda hər biri 9, 9 artırdı. Növbəti 13-cü sualda bu silsilədəndir. Buna baxsaq, əvvəlcə baxıram mən burada 3 bucaqlara 1 var, B var, sonra 3, 4, 5, 6. Deməli, bunlar hərəsi bir vahid artırmış. 1 ilə 3-ün arasındakı təbii ki, hansı olar? 2. P 2-yə bərabərdir. Daha sonra kvadratlara baxaq. Kvadratlara baxsaq, 0, 1, 3, daha sonra 6, sonra burada 10 var, A var, 21 var. Bu isə silsilə şəklində artır. 0-dan 1-ə əgər baxsaq, 1 artıb, 1-dən 3-ə 2 artıb, 3-dən 6-ya 3 artıb, 6-dan 9-a 4 artıb. Əgər 1, 2, 3, 4 artıbsa 5 artmalıdır. Bu da olacaq 15. Daha sonra dairələrə gəlsək, bəs dairələrdə nə baş verib? Dairələrə də baxsaq, burada 1-dir, 10-dur, 19, 28-dir. Bu formada olacaq. 1, bunlara baxsaq, 1, 10, 19, 28 və sual işarəsi. Bunların da hər biri 9, 9 artıb. Buranı da 9 artırsaq, 28 üstə 9 olacaq 37. İndi aparıb yerini yazanda nə olacaq burada? A-mız eləcək deməli 15, C-miz 37, B-mizdəki A 15 üstə 37 daha doğrusu üzrü sayın. Burada 37 olmalıdır, çıxılsın. B-ni harada yazmışdıq? Bircə sayın üzrü sayın. B də buradaydı, bu da 2 idi, çıxmalıyıq 2-ni. Olacaq deməli 42, 52-dən 2 çıxacaq, 50-yə bərabər olacaq. 50 də burada Y variantıymış. Növbəti 14-cü sualla davam edək. 14-cü biraz fərqli sual tipidir. Normalda biz fiqurlarda mövqelərə baxırıq. Yəni solu sağa vurum, sağa aşağı vurum, nə bilim çarpaz vurum, yuxarı aşağı vurum. Burada isə belə deyil. Bu suallarda ən böyükləri və ya ən bəlazları götürür, onlarla bağlı nəsə edir. Məsələn, burada nə edir? Ən böyük 2 ədədi bir-birinə vurub, kiçikləri də bir-birinə vurub çıxır. Yəni, böyüklərin hasilindən çıxır kiçiklərin hasilləri. Məsələn, bura fikir versəz, sırf bu kvadratda olacaq belə ən böyük 7 ilə 6-dır. 7 vurursun 6, kiçik də 4 ilə 3-dür. 4-də 3-ə vurur. Əslində, burada belə baxsaz, yuxarıdan aşağına çıxmış kimi görünə bilər. Hətta burada da, bu tərəf fikir versəz, böyüklər yenə yuxarıdadır. 6-nı 5-ə vurdum, çıxılsın digər ikisi aşağıdadır, 3 vur 2. Amma aşağıda artıq belə deyil. Bura baxsaz, məsələn, bizdən böyük hansılardır? Bu 8 ilə, bu 4-dür. Bunları vurduq bir-birinə, 8 vur 4 çıxılsın. Balacılarda bunlar da 3-dən 1, 3 vurulsun 1. 32 çıxışda olacaq 29. İndi bizdə böyüklər 9 ilə 8-dir, 9 vur 8, çıxılsın 3-dən 2. 72 çıx 6 olacaq, 66 B variantı. Növbəti 15-ə baxsaq isə, 15-də isə ardıcılıqla bağlı bir şey yoxdur. Burada bu fiqura qarşılıqlı baxmaq lazım idi. Qarşılıqlı baxanda fiqurdakı ədədlərin rəqəmləri hasili bir-birinə bərabərdir. 2-ni 6-ya vurdunuz 12, 4-ü 3-ə vurdunuz 12, daha sonra 4-ü 4, 16, 2-ni 8, 16. Bunlar bir-birini vuranda 0 eləyir, bunlar da vuranda 0 eləyir. 3-ü vuranda 9 eləyir. Biz baxmalıyıq ki, nəyinə vursaq 9 eləyir. Burada da 19 var. Əgər 19 yazsaq, 1 vur 9 da 9 olacaq. Yəni, düzgün cavabımız burada da Y variantıdır. Növbəti 16 isə bu sol tərəfdə yazdığımız fiqurlar silsiləsindəndir. 13, 14 tip, 13, 12 tipli. Eyni fiqurların içinə bir baxmalıyıq. Yəni, bir-birinin ardınca da sadəcə burada fiqurları qopararaq və ya birləşdirərək davam edir. Məsələn, baxsaq, bizdə dairə. Dairə tam dairə burada 3-dür.
Dairənin bir hissəsini qopardığımız hissəsi buradadır. Baxın, artıq dairənin bir hissəsi yoxdur, 5-dir. Yarım dairə B-dir və dairənin 4-dən biri 9-dur. Yəni dairənin hissələrinə baxsaq, tam 3-dür, sonra biraz qopdu 5 oldu, axırıncısı 9-dursa, burada hər dəfə 2 artaraq gedir və B-nin əvəzi olmalıdır 7. Kvadrata baxaq. Kvadratda ən böyük bilmirik nədir. D-yə bərabərdir, bunu soruşurmuş. Kvadratın bir hissəsini qopardanda buradadır, görürük bunu, bu 4-dür. Digər hissəsini qopardanda buradadır, 6-dır və bir hissəsini qopardıq 8-dir. Bəs kvadratda ardıcılıq necədir? Baxın, bütövdür, sonra bir hissəsi qopdu, digər hissəsi qopdu. Burada deməli, hər dəfə 2 artırmış və bizdə ən balaca kvadrat özü neçə olacaq? O da 2-yə bərabər olmalıdır. Burada 2 qeyd elədik. Altı bucaqlara baxsaq, altı bucaqlar gəlin işarə eləyək. Altı bucağı tam olanda 2-yə bərabərdir. Bir hissəsi qopdu, bunu bilmirik. Bir hissəsi qopdu, 4 oldu. Və bunu da bir hissəsini qoparsaq, burada görürəm ki, 5-dir. O zaman bu da hər dəfə 1-1 artırmış. 2 oldu, 4 oldu, 5 oldu. O zaman bizdə burada neçə olmalıdır? Bu da olmalıdır 3. Burada 3-ü qeyd elədik. Və nəhayət bizdə kvadrat ronda deyə bilərik. Ona baxaraq hansı tərəfdən fikir verirsiniz. Buna baxsaq, bu da burada 4-dür. Biraz qopardıq, bir hissəsini qopardıq, 5 oldu. Bir hissəsini qopardıq, oldu 6. Və onu da yarıya böldük, oldu A. Bu isə 1-1 artırdı, gördüyünüz qədər 4, 5, 6. 1 artırsaq, bu da olacaq 7. Gəlin görək bizə nəyə soruşur? Hər birini artıq tapmışıq. C üstə, deməli A 7-dir, C də bizdə 3-dür. 7 üstə 3. Çıxılsın B üstədir, B 7-dir, D də 2-dir. Ondan da 9 çıxsaq olacaq 1. Bir də A variantındadır. Növbəti 17. 17 isə fiqurların ardıcılığı ilə bağlı bir sual nümunəsidir. Gəlin görək burada nə baş verib. Normalda biz belə suallarda uyğun mövqeləri bir-birindən almağa çalışırdıq. Lakin burada isə biraz qayda dəyişib. Bəs qayda nədir? O xanalardakı ədədlərdən birini 1-ə, digərini isə 2-yə, digərini isə axırıncısını isə 4-ə vuraraq davam edib. Sadəcə burada sıralar artıq dəyişik formada yazılıb. Məsələn, baxın 4-dən 4-ə. Bu 1-ə vurulub. Daha sonra 7-dən 14-ə alınanda o isə 2-yə vurulub. Vurulsun 2. Digərlərinə baxsaq, 5-dən 20 alınanda bu 4-ə vurulub. Vurulsun 4. 8-dən 24 alınanda 3-ə vurulub. Bir dəqiqə 24. Yəni ədədlərdən birin 1-ə, birin 2-yə, birin 3-ə, birin 4-ə vurmaq lazımdır. İndi aşağı alınanda birin 1-ə, birin 2-yə, birin 3-ə, birin 4-ə vurmaq lazımdır. Mən görürəm ki, 4-ə vurulan elə 24-dür. Çünki 96 alınıb. Bunu vurduq 4-ə. 3-ə vurana baxsaq, hansını 3-ə vursaq o bir alınar deyə, mən də görürəm ki, 14-ü vurub 3-ə 42 alınıb. Sonra 2-yə vurulan 8-dir təbii ki, 4-ü 2-yə vurduq, elədir 8 və bunları da belə işarə edeyim, 20-ni də 1-ə vurduq, oldu 20. İndi bunları da həmin formatda vurmaq lazımdır. 1-in 1-ə, 1-in 2-yə, 1-in 3-ə, 1-in 4-ə. Gəlin baxaq görək hansını nəyə vurub. 96 yenisi qalıbda düzdür, deməli bunu 1-ə vurub. 2-yə vurulanı axtarıram, görürəm ki, 20 olub neçə, 40. Deməli bunu da 2-yə vurub. Bu da oldu 2-yə vurma. Daha sonra 8-in 24 olduğunu görürəm. 8 olub 24. Deməli bunu yenib bəs. Bunlar da vurub 3-ə. Bir dəqiqə bunu qeyd edək. 8-in 24-də də vurduq 3-ə. Nəhayət qaldı nə? 42. Artıq mən 1-ə vurmuşam, 2-yə, 3-ə, 4-ə vurmuşamsa, daha sonra 3-ə vurmuşamsa, sual şərəsi olmalıdır. 4 vurulsun 42. 4 də 42-yə vursaq olacaq 168. Yəni düzgün cavabımız olmalıdır 168. Növbəti 18-ci sual. Burada da yenə fiquranın ardıcılı formasına baxmaq lazım idi və fiqurlarda sol və sağ tərəfin öz qaydası var. Gəlin baxaq. Əvvəlcə baxıram mən burada sol tərəfə. Fikir versəz 1-dir, daha sonra yenə 1, burada 2, sonra 3, 5, 8, yoxdur, 21 və 34. Artma baxırıq, bu Fibonacci ardıcılığıdır. 1 ilə 1-in cəmi 2 eləyəcək, 1 ilə 2, 3 eləyəcək və s. Yəni hər bir ədəd özünün əvvəlki ikisinin cəminə bərabərdir. İndi bu formatda baxsaq, bizdə K-nı tapsaq, K niyə bərabərdir? K-dən əvvəlki hansılardır? 8 və 5. Bu ikisinin cəmi olmalıdır. K da bərabərdir 8 üstə 5, bu da eləyəsə 13. Deməli, K da oldu 13. Yaxşı, digərinə baxsaq, bəs burada nə baş verir? Burada da baxın, 38, 37, 35, 32, 28, yoxdur, 17, 12. Bu isə tədricən azalıb, yəni bu azalan formada ardıcıllıqdır. Buradan bura 1 azaldı, buradan bura 2 azaldı, daha sonra 3 azaldı, buradan bura 4 azaldı, o zaman 5 azalacaq. Əgər 5 çıxsaq, 28 çıx 5 olacaq 23. Sonra da fikir verirsiniz, 6 azalıb, sonra da 7 və s.
Deməli, elde oldu 23 və bunların da cəmi soruşur. 23 üstə 13 olacaq 36. Dəqiq baxaq hansı variantdadır? D variantı. Növbəti 19-a gəldik. Yenə fərqli bir piramida var burada. Bəs burada nə baş verib? Burada isə aşağıdakı ədədlərdən sol tərəfdəkinin üzərinə 1 gəlib yuxarıdakına vurur. Belə deyək, sol sirə bir A desək, A üstə 1 vurulsun B. Məsələn, baxsaq bura, bu 4-də axı 4-ün üzərinə 1 gəldiniz 5. 5-i 3-ə vurursunuz 15. 3-ün üzərinə 1 gəldik 4. İndi 4-ü 6-ya vurduq 24. 6 üzərinə 1 7. 7-yi vurduq 8-ə 56. Yəni hər birində soldakı ədədin üzərinə 1 gəlib sağdakına vurmaq lazım. Aşağıdakılar da yeni qaydada. 1-in üzərinə 1 gəldi 2, 2 vur 2 4 eləyəcəkdir. 20 də xeyli fərqli və köhnə suallardan biridir. Yəni dəfələrlə istifadə olunmuş suallardan biridir. Bəs burada nə baş verib? Bu ardıcıllıqdır. Sadəcə ardıcıya biraz diqqətli olmaq lazımdır. Uşaqlar burada bunlara ədəd kimi yox, saat kimi baxmalısınız. Yəni elektron saat kimi. 1.55. Daha sonra 2.10. Daha sonra 2.25 və burada da 2.40. Əgər fikir versəz, hər dəfə 15 dəqiqə artıb. 1.55, 2.10, 2.25, 2.40. Əgər siz bu saatda 15 dəqiqə irəli aparsaz, 2.40-dan da 15 dəqiqə sonra olacaq 2.55. Bu da hansı ki, Y variantıdır. Və son olaraq gəlirik 51-ci suala. Bu özü də kifayət qədər ağır sualdır. Bəs burada nə baş verir 21-ci sualda? Baxsaz 4, 18, 17 yazıb və s. Deməli, bu sualda isə fikir versəz, sol tərəfdəki ədədlər hamısı kiçikdir. 4-dür, 5-dir, 8-dir. Amma digərləri biraz böyük ədədlərdir. Elə ki, ikisinə baxsaz bizə kifayət edib. Sol tərəfdəki ədədlərlə, bunların kvadratları daha doğrusu, yuxarını toplayıb 2-yə böldükdə sağ tərəf alınır. Məsələn, baxın, 4-ün kvadratı üstə yuxarıdakı 18 bölünsün 2 olacaq 17. Ya burada 5-in kvadratı üstə 23, 48 bölünsün 2 olacaq 24. Və nəhayət gəldik, bizə nə olacaq burada? 3-ün kvadratı üstə 7 bölünsün 2. 9 üstə 7, 16, 2 5 olacaq burada 8. Bu olacaq B variantı. Belə əziz tələbələr, bir videonun daha sonuna gəldik. Ümidvaram ki, bütün suallar sizin üçün aydın olmuşdur. İnşallah növbəti videolarda görüşənədək. Sonra qədər izlədiyiniz üçün təşəkkür edirəm.